Nə üçün biz deyirik ki, kombilərə qaz nizamlayıcı lazımdır, manometr lazımdır. Bunu sizə mən o klapanların üzərində yazılan parametrlərə əsas olaraq deyəcəyim və sübut edəcəyim ki, hər bir kombinin yanında qaz manometri olmalıdır. Qazın neçə millibar olduğunu bilməlisiniz və qaz təmizləyici nə üçün lazımdır. Dəyərli dostlar, əlimdə gördüyünüz kombinin qaz klapanıdır. Bu isə duvar tipli qazanların qaz klapanıdır. Əlimdə 2 ədəd qaz klapanı var. Klapanın parametrlərinə baxırıq. 60 millibar maksimum, 12 millibar minimumda işləyir bu qaz klapanı. Duvar tipli qazanın klapanın parametrlərinə baxırıq. Bunda isə 65 millibar. Yəni belə qənaətə gəlirik ki, bütün qaz klapanları 65 millibarı keçməmək şərti ilə işləməlidir, dəyərli dostlar. Kimin nə sualı olsa kommentarda yazsın, cavablandıracağıq. Sağ olun.